Şərhlərdə bizə sual gəlib ki, bəs boşanmaq üçün hara müraciət eləmək olar? İlk öncə bu suala bu formada cavab vermək istərdim ki, birincisi boşanmamaq üçün müraciət eləməli olduğunuz yerlərə müraciət eləməyi sınayın. Məsələn, psixoloqa, ailə böyüklərinə və yaxud da ki, digər cütlüklər barədə ixtisaslaşmış şəxslərə ki, boşanmamaq variantını gözdən keçirəsiniz. Əgər yox, siz deyirsinizsə ki, mütləq boşanacağam, onda tərəflərin yetkinlik yaşına çatmayan ümumi uşağı yoxdursa, bu zaman onlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə birlikdə müraciət edərək, ərizə verərək boşana bilərlər və nikahın pozulması haqqında şəhadətnaməni əldə edə bilərlər. Əgər onların ümumi yetkinlik yaşına, yəni 18 yaşına çatmayan uşaqları varsa, bu zaman onlar ya mediasiya qaydasında, ya da ki, məhkəmə qaydasında boşana bilərlər. Bu zaman onların arasındakı əmlak məsələləri, uşaqların kiminlə qalması və uşaqların saxlanmasına görə aliment miqdarı da məhkəmə tərəfindən müəyyən edilməlidir.